İzləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika test toplusundan qaldığımız yerdən davam edirik. Biz düzxətli bərabər təcili hərəkətdə əvvəlki videolarımızda 1-dən 30-a, 30-dan 60-a işləmişdik. Hal-hazırda 60-dan 90-a qədər davam edirik. Gəlin baxaq testlərə. 61-dən davam edirik. 61. Cismin sürət tənliyi Vx bərabərdir 3/6 çıxılsın 18 şəklindədir. Cisim nə qədər müddət sonra dayanar? Əslində, əgər əzbərləyə bilsəniz, hazır T dayanmanın bir düsturunu yaza bilərik ki, T dayanma bərabərdir. Məncə bu tərəfdən yazım ki, bura bərabərlik yazacağım. T dayanma bərabərdir V0 bölünsün A. Bunu bu şəkildə yadınızda saxlaya bilsəniz, sizə rahat olacaq. Bu isə hardan gəlir? Gəlin ona baxaq. Əgər bizə deyirsə ki, müəyyən müddətdən sonra cisim dayanırsa, demək onun son sürəti 0 olur ki, həmin cisim dayanır. Və dayandığı üçün son sürəti bərabər edirik 0-a. Yəni 3/6 çıxılsın 18 bərabərdir 0. 3/6T çıxılsın 18 bərabərdir 0. 3/6T bərabərdir 18. T-ni də tapsaq 18 bölünsün 3/6. O da bərabər olacaq. 36-nı 36 aşağıda olsa 10 yuxarı çıxsa 180 bölünsün. Gəlin burada yazaq. 180 bölünsün 36 bərabər olacaq 5 saniyəyə. Yəni burada bu şəkildə yazsam sizə daha rahat olacaq görməyə. 18 bölünsün 36 necə yazır? 10-da 36. 36 ilə 18 necə ixtisar gedir? 2. Yəni 180-i 36-ya böləndə eləyəcək 5 saniyə. Aydın oldu. Aydın şəkildə də aşağıda yazdım ki, heç bir problem qalmasın. İndi isə gəlin, bu bizim çıxarışımız. İndi isə gəlin düsturda baxaq ki, T dayanma bərabərdir. T dayanma bərabərdir V0 bölünsün A. Baxırıq düsturumuzda bilirik ki, V0 18-dir, A 3/6. Eyni şəkildə yerinə yazsaq, V0 yəni 18 bölünsün A-mızda neçədir? 3/6. Eyni alırıq, o da bərabərdir 5 saniyə. Yəni bərabərləşdirib ora-bura keçirtmək əvəzinə elə T dayanmanın V0 bölünsün A-nı yadımızda saxlasaq, rahatlıqla hesablaya bilərik. Keçdik, bunu silək, qalxaq yuxarı. 61. Hə, 61 elədik, 62. Deyir ki, sürəti V bərabərdir 3 üstə gəlsin 1/5T şəklində ifadə edilmişdir. Cismin ilk 10 saniyədə getdiyi yolu hesablayın. Biz bilirik ki, S-in düsturu nəyə bərabərdir? S bərabərdir V0T üstə gəl AT kvadrat bölünsün 2. Sual verə bilərsiniz. Nəyə görə V0 T üstə gəl AT kvadratı götürürük? Çünki baxırıq ki, V-nin düsturunda bizə hərəkət bərabər yeyinləşən hərəkət verir. İkisinin də qarşısında müsbət işarə olduğu üçün hərəkət bərabər yeyinləşən hərəkətdir. İndi isə gətiririk, yerinə qoyuruq. Bizə V düsturunda həm 3 nə isə ifadə edir, yəni V0-ı ifadə edir, 1/5 A-nı ifadə edir, T-miz də var 10. Gətirib hamısını yerində qoyuruq. V0 nədir? 3 vurulsun, T-miz neçədir? 10 üstə gəlinsin. A-mız neçədir? 1/5. T-ni qoyuruq 100 bölünsün 2. Bərabərdir 30 üstə gəlinsin. 1/5-i vururuq 100-ə eləyir. Onun ixtisara gedir 150. 150-ni də 2-yə bölürük eləyir 75. 75 üstə gəl 30 eləyir 105. Cavabımız eləyəcək A variantı. 105 burada yazaq metrini, yaddan çıxmasın. 63. Qatarın sürəti 10 saniyə müddətində 72 km/saatdan 54 km/saata qədər azalmışdır. Onun sürətinin proyeksiyasının zamandan asılılığını tənliyini hansıdır? Birinci nə edirik? 72 km/saatı çeviririk. Metr/saniyəyə. Necə çevirəcəyik? 1 kilometr neçə metrdir? 1000 metr vururuq 1000-ə. 1 saat neçə saniyədir? 3600 bərabərdir. 2 dənə bunlar ixtisara gedəcək. 72 ilə 36 ixtisar gedir. Burada qalır 2.
eləyir 20 metr böl saniyə. 54'ü çevirək. 54 kilometr böl saat. 54'ü vururuq 1000'ə. Bölürük 3600'ə. İxtisara gedəcək. Sonra 54 9'a bölürük eləyir. 36 ilə 54 ikisini də 9'a bölürük. Burada eləyir 4, burada eləyir 6. 60'ı da 4'ə bölürük eləyir 15 metr böl saniyə. Deməli, birinin sürəti 20'dir, yəni başlanğıc sürəti 20'dir, son sürəti 15'dir və göründüyü kimi bizə də deyir ki, hərəkət zamanı sürət azalır. Əgər azalır deyirsə, hərəkətimiz demək ki, yavaşlayan hərəkətdir. Onda A deyil, B deyil, ikisi də müsbətdir. D deyil, çünki ikisi də müsbətdir. 2 dənə bərabər yavaşlayan hərəkət verilib. Birinci C idi, biri Y idi. Gəlin indi biz buradan nəyi tapmalıyıq? Başlanğıc sürət və təcili tapsaq, tənliyimizi qura biləcəyik. Bildik ki, 72 km böl saat başlanğıc sürətdir. Onu biz metr böl saniyəyə çevirdik. Neçə elədi? 20 elədi. Deməli, Vx-imiz bərabərdir. Başlanğıc sürət V0 çıxılsın AT. Vx-imizi də yazmışıq. V0-ımız neçə elədi? 20 çıxılsın. T-mizi burada baxırıq ki, T-mizi verib 10 saniyə. Gəlirik təcilimizi tapmağa. A nəyə bərabərdir? V çıxılsın V0 bölünsün T. Sonuncu sürət 54 km böl saat idi. Onu metr böl saniyəyə çevirdik. Elədi. 20 çıxılsın 15 bölünsün. T'miz neçə idi? 10. Bərabərdir 0,5. Təcilimizi tapdıq 0,5. Amma mən burada bir dəfəlik götürdüm. Gəlin onu biz daha aydın olsun deyə bu şəkildə yazaq. Elə son sürət olaraq. Onda daha sizə rahat olacaq. Son sürət neçə dedik? 54 dedik. 54'ümüzü 15 çıxılsın 20 böl 10. Yəni mənfi 5 böl 10. O da nəyə bərabərdir? O da bərabərdir mənfi 0,5. Bu avtomatik bizə niyə qarşısında mənfi işarə yazdığımızı göstərir. Məsələn, biz əvvəldən hesabladıq ki, mənfi elədir. Əgər təkcə təcili tapsaydıq, onda elə 0,5'i rahatlıqla yaza bilirdik. Amma elə hazır yerində yazıb işarəni də tapmaq istəsəz, elə təcili yazacaqsınız, işarəni də tapacaqsınız, həmçinin rəqəmi də tapmış olacaqsınız. Deməli, nə oldu? A-mızı da tapdıq, V0'ımızı da tapdıq. Cavabımız eləyir Y variantı. 64. Eyni şəkildə cismin hərəkət tənliyi filan şəkildədir. Onun sürətin proyeksiyasının zamandan asılılıq tənliyi hansıdır? Baxırıq. 2 burada nədir bizdə? X 0'dır. Müsbət 2 V0'dır. Burada mənfi 2 isə əslində əgər təcili tapmaq istəyiriksə mütləq şəkildə yanındakı kvadrata vurmalıyıq. Yəni 2'yə vurulur. Yəni təcilimiz nə eləyir? Mənfi 4 eləyir. Baxırıq. X0 bizə lazım deyil, çünki V-ni istifadə edirik. V0 2'dir. V bərabərdir. V0 hərəkət necə hərəkətdir? Əgər sürətin qarşısında müsbət, təcilin qarşısında mənfidirsə, demək hərəkət yavaşlayan hərəkətdir. Eyni şəkildə belə yazırıq. Deməli, tənlik belə olacaq ki, V bərabərdir. V0 çıxılsın AT. Baxırıq, A variantı deyil, B variantı deyil. Hələ rəqəmlərə baxmırıq. Sadəcə işarələrə görə təyin edirik. Y variantı deyil. Ya C'dir, ya D'dir. V0'ımız neçədir? 2'dir. Deməli, C variantı da deyil. Onda belə alınacaq. 2 çıxılsın. A'mız neçə idi? Mənfi 4, 4'dir. Yəni, cavab eləyəcək D variantı. Həm çıxma ilə tapa bildik. Yəni, variantlardan çıxdaş eləyərək. Həmçinin də hesablamaqla tapa bildik. 65. Yer dəyişməsi bu olan tənliyi ilə ifadə olunan cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? İlk növbədə bu testlərdə baxırıq ki, təcilin qrafiki necə olur? Qrafiki heç vaxtı belə olmur, heç vaxtı belə olmur, heç vaxtı belə olmur. Ya A-dır, ya C-dir. Təcil hansı ifadə idi? Kvadratın qarşısında olan rəqəm təcildir. Amma məsələn 2 yazılıb burada, düzdür? Amma 2 götürməyəcəyik. Vuracağıq 2'yə, mütləq yanındakı, düşünün ki, bu başındakı 2'yə mütləq şəkildə vurulmalıdır. Vuracağıq 2'yə, 2'ni vururuq 2'yə, eləyir müsbət 4. Yəni C variantı. Keçirik indi 65'ə, 66'ya.
Eyni şəkildə burada da yer dəyişməsi tənliyi ilə ifadə olunan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Biz isə burada indi necə çıxmalıyıq? Bilirik ki, əgər hərəkət təcilli hərəkətdirsə ki, bizə A-nı verir. Baxın, buradakı A-dır. O zaman heç vaxt düsturumuz D-dəki kimi ola bilməz. O, bərabər sürətli hərəkətin düsturudur. Baxırıq ki, A-mız verilibsə, heç vaxtı D variantı yoxdur. Bu getdi, düzdür. İndi hərəkətə baxırıq. Hərəkət necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir, yoxsa bərabər yavaşlayan hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Çünki həm V0-ın da, həmçinin də A-sının qarşısındakı işarə eynidir, müsbətdir. Onda Y variantı da olmayacaq. Əgər qrafik aşağıya doğru gedirsə, bu bərabər yavaşlayandır. O da getdi. Qaldı A, B, C variantı. Baxırıq, bizdə nə verilib? 2 verilib. V0-mızı da tapdıq, o da elədi 2, demək C variantı da deyil. Qaldı A və B variantı, o ikisindən biridir. İndi niyə görə və nəyə əsasən biz onu təyin edəcəyik? Və gəlin indi biz V-nin öz düsturunu yazaq. V nəyə bərabərdir? V bərabərdir V0 üstə gəlinsin AT bərabərdir. V0-mız neçədir? 2 üstə gəlinsin A-mızı təyin eləsək, A, V çıxılsın, qoyun buradan elə yazıram, baxın, V çıxılsın, V0 bölünsün T'dir, doğrudur. Əgər, misal üçün, həm A üçün, həmçinin də B üçün edə bilərik. Gəlin birinci A üçün eləyək. A-da V neçədir? 4, son 4, baxın, bunu nəzərdə tuturam mən. Aha, 4 çıxılsın, V0 neçədir? 2, T'si neçədir? 1, bərabərdir. 4 çıxılsın, 2 bölünsün 1, bərabərdir 2. Yazırıq. Aha, gətiririk. 4 çıxılsın, 2 eləyir 2. T'miz də 1. 4-dən 2 çıxdıq, cavab elədi 2. Baxırıq, A, 2. T'miz neçədir? 1. Bərabərdir. 2 üstə gəl 2, bərabərdir 4. Aha. İndi B variantını eləyirik. Onu hardan yazım? Buradan aşağıdan yaz. Ya da bu tərəfdən, sol tərəfdən yazıram. A bərabərdir 6 çıxılsın 2 bölünsün T'si neçədir? 1. O da elədi təcili 4 metr böl saniyənin kvadratı. Bu da 2 metr böl saniyənin kvadratı. Deməli, A-da təcili tapdıq 2. B-də təcili tapdıq 4. Bizim isə yer dəyişmənin tənliyində təcili neçə verib? Baxın, 2 üstü 2. 2 olmaz, mütləq 2-yə vurmalıyıq, 4. Yəni, təcil heç vaxtı 2 ola bilməz bu tənlik üçün. Normalda ola bilər, sadəcə bu tənlik üçün heç vaxtı ola bilməz. Ona görə də cavabımız olacaq nə? B variantı. Gətirib elə burada bu şəkildə yazaq onu. Bərabərdir. V0 neçədir? 2 üstə gəlsin. A-mız 4, T'miz də 1 bərabərdir. 4 üstə gəl 2 bərabərdir 6 metr böl saniyə. Oldu B variantı. 67. Hərəkət tənliyi 2T kvadratı falan filan olan şəklində proyeksiyasının zamandan asılıq qrafiki hansıdır? Baxırıq, hərəkət necə hərəkətdir? Əgər A-nın qarşısı müsbət, V-nin qarşısı mənfidirsə, demək hərəkət yavaşlayan hərəkətdir. B variantı ola bilməz. D variantı ola bilməz. Ya A-dır, ya C-dir, ya da Y-dir. Baxırıq indi ifadələrə. V0-ın qarşısında nə yazılıb? -8 yazılıb. Bu nədir? Müsbətdir, bu ola bilməz. Y variantı nədir? Müsbətdir, bu da ola bilməz. Deməli, cavabımız C variantıdır. Bu çox rahat idi. Keçdik 68. Maddi nöqtənin hərəkəti x bərabər t kvadratı çox 40 t tənliyi ilə təsvir olunub. Hesablama başlayandan sonra keçən birinci 20 saniyə müddətində bu cisim necə hərəkət edər? Baxırıq ki, hərəkət necə hərəkətdir? X-i tapmaq üçün t-ni qoyaq yerinə. Əgər x-i tapsaq, yəni x bizə hərəkətin hansı istiqamətdə olmağını göstərir. X-in müsbət və mənfi olmağı. Əgər müsbətdirsə, x oxu istiqamətindədir. Əgər mənfidirsə, x oxunun əksi istiqamətindədir. Buraya yazıram istiqamət. Bir dəqiqə. Burada yazıram əksi. Aha.
Əks istiqamətində. Gəlin indi x-i tapaq. X-in ifadəsi nəyə bərabərdir? T-nin kvadratı çıx 40t bərabərdir. Gətiririk T-ni, yəni 20 saniyəni qoyuruq. 400 çıxılsın. 40-ı da 20-yə vururuq. 800 bərabərdir. -400. Düzdür. Mənfi işarə bizə nəyi göstərir? Əksi olmağı. Əksi olmağı. Yəni Y deyil, S deyil, B deyil. Ya A-dır, ya da D-dir. Düzdür. İkisindən biridir. İndi isə gəlin biz hərəkətin necə hərəkət olduğunu göstərək. Çünki birində bizə yavaşlayan deyil, birində isə yeyinləşən deyil. Baxırıq, əgər V-nin qarşısında mənfi işarə, A-nın qarşısında müsbət işarədirsə, deməli fərqli olduğuna görə hərəkət necə hərəkət olacaq? Hərəkət bərabər yeyinləşən hərəkət olacaq. Bu, deməli, bərabər, yox, üzr istəyirəm, bərabər yavaşlayan hərəkət olacaq. Bərabər yavaşlayan hərəkətdir. Biri mənfi, biri müsbət olur. Bu tərəfi sildim deyəm. Fikrim yayıldı. Aha, keçdik 69. Maddi nöqtənin hərəkəti bu tənlikdir. Hesablama başlayandan sonra keçən 1-ci saniyə müddətində bu cismin hərəkəti necə hərəkət olar? Baxırıq, hərəkət necə hərəkətdir? X-in qarşısındakı bu x0-dır. Müsbətdir. Deməli, x oxu istiqamətindədir. B deyil, C deyil. Hərəkət biri müsbətdir, biri mənfidir. V-nin qarşısı müsbətdir, A-nın qarşısı mənfidir. Necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Onda D deyil, ya A, ya Y, Y variantına vəbşi bərabər sürətli verib, ona görə heç vaxt ola bilməz. Cavabımız olacaq A variantı. Keçdik 70. Buraları silim ki, rahat yaza bilək. Aha, deməli, başlanğıc koordinatı verib. X oxunun əksi olduğunu verib. Başlanğıc, sürət, təcil, bərabər yavaşlayan hərəkət deyil və bizdən bunun dediklərini hal-hazırda bir tənlik üzərində qeyd eləməyimizi deyir. Aha, gəlin yazaq. Koordinatı deyir bizə 5-dir. Hamısında 5-dir. Əla. Başlanğıcı deyir 15. 15 metr böl saniyə. Baxırıq, A deyil, C deyil, ya Y-dir, ya B-dir, ya D-dir. Aha. Təcili deyir 2-dir. Təcilin 2 olması üçün, baxın, AT kvadrat böl 2-dir. Bunun 2 olması üçün təcil necə olmalıdır? A nə olmalıdır? Mütləq şəkildə. Yəni, baxın, 2 olub, gətirib yerinə qoysaq. Bir dəqiqə, bunu silim. Aha. 2 böl 2 T-nin kvadratı. Belə yox, belə yazın. Bərabər 2 T kvadrat böl 2 bərabərdir T kvadrat. Yəni, təcili 2-nin yerinə qoysaq, tənlikdə necə alınacaq? Qarşısında 1 olacaq. Burada 1 olanda avtomatik təcilimiz necə olur? Vururuq 2-yə, eləyir 2. Yazırıq 1. 1 yazmıram, elə bir dəfəlik T kvadratı yazıram ki, siz özünüz biləcəksiniz ki, onun qarşısındakı 1-dir. Yəni, ona görə ya D variantıdır, D variantı da deyil, Y variantı da deyil. Qaldı B variantı. B variantında yenə oxuyaq. Yəni, hər ehtimala qarşı ki, tam aydın şəkildə bilək. Deməli, biz A-nı yazdıq, V-ni yazdıq, X-i yazdıq. İndi isə işarələrə baxmalıyıq. Baxırıq, hərəkət necə hərəkətdir? Bərabər yavaşlayan. Həm V-nin qarşısında mənfidir, A-nın qarşısında müsbətdir. Ona görə də doğrudur. Nə olacaq cavabımız? B variantı. Aydın oldu. 71. Başlanğıc koordinatı bu olan X oxu istiqamətində başlanğıc. Eyni şəkildə tənlikləri yerinə qoymalıyıq. Baxmalıyıq ki, başlanğıc koordinat, təcil V0 bərabər yavaşlayan hərəkətdir. Aha, X oxunun başlanğıc koordinatı mənfi 6 olmalıdır. Mənfi 6-dır, mənfi 6-dır. Burada müsbət 6-dır, çıxdı. Müsbət 6-dır, çıxdı. Bu da mənfi 6, düzdür. Ya A, C, D variantı. İkisindən biridir. Hərəkət necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Baxıram ki, təcil mənfidir. C-də burada müsbətdir. Bəli, bərabər yavaşlayandır. C variantı. A-da ikisi də deməli, bu müsbətdir. 5-in qarşısı 0, onda 1-in qarşısı müsbət, mənfidir. Ona görə bərabər yavaşlayandır, düzdür. Hətta bunları da silirəm. Deməli, burada T kvadratın qabağı müsbətdir. 5-in qarşısı müsbətdir. Bu yeyinləşən hərəkətdir. D variantı da deyil. Qaldı A və C.
Başlanğıc sürəti bizə verib 5, düzdür. Amma təcili isə bizə 0,2 verilib. Bəs 0,2 olması üçün yuxarıda da qeyd edim. AT kvadratı böl 2. A-nı gətirib yerinə qoysam 0,2-ni 2-yə böləcəm. O da bərabərəcək 0,1 t kvadratı. Gətirib yerinə qoyacaq. Deməli, 0,1 t-nin kvadratıdır. Hərəkət yavaşlayan hərəkətdir. Başlanğıc sürəti 5-dir. Hərəkət necədir? Yavaşlayan hərəkətdir. Bitdi. Cavabımız olur A variantı. -5 demir. Bizdən hərəkəti müsbət 5 götürməyimizi deyir. Burada isə -5, təcili isə müsbət götürülür. Ona görə də C variantı da ola bilmir. Cavab A. 72. Cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin təcilinin proyeksiyasının zamandan asılığına uyğundur? Baxırıq qrafiklərə. Baxın, əgər x oxundan uzaqlaşırsa, A müsbətdir. Bu deyil, bu deyil, ya budur, ya budur, ya da budur. Aha. Baxırıq, x oxuna növbətisi yaxınlaşırsa, o zaman aşağı, x oxundan aşağıda olacaq mütləq şəkildə təcilin qrafiki. Yəni, onsuz da bunlar deyildi. Bu deyil, çünki dedik aşağıda olacaq. Ya budur, y-yə də bir dənə baxaq. Cavabımız elə D variantıdır. Y-də isə 0 verilib. 0 olması üçün hərəkətin bərabər sürətli hərəkət olması lazımdır. Amma bizdə hərəkət bərabər sürətli deyil, təcilli hərəkət olduğu üçün heç vaxt Y variantı ola bilməz. Yəni, indi buna baxırsınız siz. Əgər x oxundan uzaqlaşırsa, o zaman müsbət olacaq. Əgər x oxuna yaxınlaşırsa, bu şəkildə x-dan aşağıda, yəni mənfidə olacaq. Cavabımız olur D variantı. 73. Eyni şəkildə V-nin T-dən asılılığını bizə verib. Əgər x oxuna yaxınlaşırsa dedik mənfidir, uzaqlaşırsa yuxarıda, müsbətdə olacaq. Biri aşağıda, biri yuxarıda olmalıdır. Yəni cavabımız D variantı oldu. Aydın oldu. Mən düşünürəm bu o qədər də çətin olmaz. Əsas yaxınlaşmaq, uzaqlaşmaq. Aşağıda, yuxarıda onları tam aydın başa düşək. 74. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilib. 1, 2, 3-ə görə sürətin modulları arasında münasibəti tapın. Hərəkətə baxırıq ki, hərəkət əgər gedirsə x oxuna tərəf, yəni yavaşlayan hərəkətdir. Hərəkət yavaşlayan hərəkətdirsə, o zaman getdikcə cismin sürəti neynir? Aşağı düşür. V-si aşağı düşür. Bunun eyni şəkildə biz qrafikini V üçün də yazsaq, V-nin T-dən asılılığını yazsaq, bu şəkildə alınacaq. Yəni 1, 2, 3. Baxın, bu nöqtələr, belə-belə nöqtələrini də qoyum. Hə. Yəni 1, 2, 3. Yəni 3-cü surətdə, 3-cü nöqtədə sürət tam aşağı düşmüş olacaq. Ona görə də 3-də V ən aşağıdır. D variantı. Aydın oldu. 3, 2, 1 olaraq 1-də yüksək sürət olacaq. Eyni şəkildə burada. Burada isə hərəkət bərabər yeyinləşən hərəkət olduğu üçün onun qrafikini yazsaq, V-nin T-dən asılılığını bu şəkildə 1, 2, 3 nöqtələrini qeyd eləsək, 3 bərabər yeyinləşən hərəkət olduğuna görə ən böyük olmuş olacaq. Yəni C variantı olacaq. 76. Düzxətli bərabər təcilli hərəkət edən cismin yerdəyişməsinin proyeksiyası zamandan asılıq qrafikləri verilmişdir. Birinci cismin başlanğıc sürətini, ikinci cismin başlanğıc sürətinə olan nisbətini tapın. Aha, tapaq. Deməli, S-in düsturunu bilirik ki, V0 T bölünsün 2. Bunu hardan bilirik? V üstə gəlir V0 bölünsün 2 vurulsun T düsturundan. Son sürətlərinin 0 olduğunu nəzərə alaraq, onu 0 götürsək, V0 T bölünsün 2 eləyəcək. Aha, V ilə S necə asılıdır? Yəni, başlanğıc sürətinin düz mütənasib asılıdır. Onda biz, hətta belə yazıram. Onda biz hazır V01, V02-nin nisbətini S1 bölünsün S2 götürə bilərik. Bəli, götürə bilərik. S1-imiz neçədir? 100. S2-miz neçədir? 50. O da bərabərdir 2. Cavab eləyəcək D variantı. Keçdik.
77. Eyni şəkildə burada amma bizdən təcili soruşur. Təcili necədir düsturu? S nəyə bərabərdir? S bərabərdir AT kvadrat bölünsün 2. Dəqiqə. Aha, kvadrat. Burada yazılıb bilmirəm. Tam düşmür. S bərabərdir AT kvadrat bölünsün 2. Aha, S ilə də A necə asılıdır? Düz mütənasib asılıdır. İndi gəlin biz burada belə yaza bilərik. A1 bölünsün A2 bərabərdir. S1 bölünsün S2. O da bərabərdir 100 bölünsün 50. O da bərabərdir 2. Yəni Y variantı. 78. X oxu istiqamətində V0 bərabərdir 10 başlanğıc sürəti ilə hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. İlk 9 saniyədə yer dəyişməsini tapaq. Tapaq. S nəyə bərabərdir? Əgər yer dəyişmə deyirsə bizdən S-i soruşur. S nəyə bərabərdir? V0T üstə gəlinsin. AT kvadratı böl 2. V0'ımız neçədir? 10. Vurulsun. T'miz neçədir? 9. Üstə gəl. A'mız neçədir? 2. T'miz neçədir? 9. 9'un kvadratını bir dəfəlik yazacağım elə. 81 bölünsün 2. O da bərabərdir 90. Üstə gəlsin 2'lər getdi. 81. O da bərabərdir 171 metr. Cavab eləyir A variantı. 79. OX oxu istiqamətində V0 verilib. Bizdən təcilin proyeksiyasının zamanasılı qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyədə yer dəyişməsini tapın. Tapaq. S bərabərdir V0T üstə gəl AT kvadrat böl 2 bərabərdir. V0 neçədir? 20. Vurulsun. T'miz neçədir? 6. Üstə gəl. A'mız neçədir? 3. Vurulsun. T'miz neçə idi? 6. Yəni 36 böl 2. O da bərabərdir 120. Orada yerləşməyəcək. Düşüm aşağıdan yazım. Bərabərdir 120. Üstə gəl. 36 ilə də 2 ixtisara getdi. 18. 18'i də 3'ə vuracağım. 54. 120 üstə gəlsin 54. O da eləyir 174 metr. Cavab eləyir D variantı. 80. Düz xət üzərində, bunu yuxarıda yazım. 174 metr. Aha. Düz xət üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yer dəyişmə modulundan nə qədər çoxdur? L nəyə bərabərdir? Gəlin L-ni tapaq. Baxın, 3-dən bilirik ki, yol heç vaxt mənfi olmur. Ona görə də mənfisini nəzərə almayacaq. 3. Bura qədər gəldi. 3. Buradan yuxarı qalxdı. 3. Buradan aşağı düşdü. 1. 3-dən 2'ni çıxdım. 1. Aydın oldu. 3 üstə gəl. 3 üstə gəl. 1 bərabərdir. 6, 7 metr. Silirəm. S bərabərdir. S nədir? Yer dəyişmə, yəni başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. S buradan götürürəm bu xəttə qədər misal üçün. Neçədir? -3 üstə gəl. Buradan bu nöqtədən 2'yə qədər götürürəm. 2 bərabərdir 5 metr. Yəni moduldan çıxartsam. Deməli L 7'dir, S 5'dir. Onda necə olacaq? Deyir, getdi yol yer dəyişmə moduna nə qədər çoxdur? L çıxılsın. S bərabərdir 7 çıx 5. 7 çıx 5 bərabərdir 2 metr. Cavab olur B variantı. 81. Aha. Bunlar çox düşə bilən testlərdir. Gəlin onlara baxaq. Deməli, burada biz sadəcə əsas işarələrlə işləyəcəyik. Baxırıq, x0'ın işarəsi nədir? Müsbətdir. Deməli, Y deyil. Çıxdıq. X ilə V ilə A necədir? Əks işarədir. Yəni, əks istiqamətdə yönəlib. Əks istiqamətdə yönəlibsə, bu o deməkdir ki, hərəkət necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Onda B variantı deyil, D variantı deyil. Ya A-dır, ya S-dir. Baxırıq, V0 X oxu istiqamətindədir. Yəni, müsbətdir. Qarşısında müsbət işarə olacaq. A X oxunun əksinə yönəlib, ona görə qarşısında mənfi işarə olacaq. Cavab C variantı. 82.
Şəklə əsasən maddi nöqtənin hərəkət tənliyini müəyyən edin. Edək, x sıfırdır, x sıfır mənfidir. Yəni ya C deyil, Y deyil, ya A, B, D-dir. X da, A da x oxunun istiqamətində yönəlib və ikisi də eyni istiqamətdə yönəlib deyə ikisinin də qarşısında hərəkəti müsbət işarə olduğuna görə bərabər yeyinləşən hərəkət olur. 83. Şəklə əsasən cismin hərəkət tənliyini müəyyən edin. Edək, x-in qarşısı nədir? Mənfi, A deyil, C deyil, B deyil. V0 nədir? X oxu istiqamətində, yəni müsbət olacaq qarşısı. Y deyil. Onsuz da qaldı bir dənə D variantı. A da əks olduğuna görə, həmçinin V ilə də A əks olduğuna görə bərabər yavaşlayan hərəkətdir. Cavab olur D variantı. 84. Şəklə əsasən maddi nöqtənin hərəkət tənliyini müəyyən edin. X0 nədir? Müsbətdir. Y deyil, D deyil. X oxunun əksi olduğuna görə, ikisi də eyni istiqamət olduğuna görə onlar hərəkət bərabər yeyinləşən hərəkətdir. Amma x oxunun əksi istiqamət, yəni ikisinin də qarşısında mənfi işarə olacaq. Yəni A variantı olacaq. İkisinin də qarşısı mənfidir və ikisi də mənfi olduğuna görə bərabər yeyinləşəndir. 85. Düz xətt boyunca hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun zaman anında cismin sürətinin modulu sıfıra bərabərdir? Biz bilirik ki, ən təpə nöqtədə hərəkət zamanı son sürət sıfıra bərabər olur. Yəni, əgər əlimizdəki bir cismi biz yuxarı atsaq, o müəyyən bir nöqtədə dayanır və dayandıqdan sonra sürəti sıfırlanır, ondan sonra yenidən aşağı düşəcək. Ona görə təpə nöqtələrdə sürət sıfıra bərabər olur. Yəni, modulun sürəti sürətin sıfıra bərabər olur. Burada isə bizdən impulsu soruşur 86-da. Sürət və impuls eyni olduğuna görə, yəni əgər sürəti sıfırdırsa, mütləq şəkildə onun impulsu da sıfıra bərabər olacaq. Yəni ikisində də ən təpə nöqtələrdə. 3-də. 87. Düz xətli hərəkətdə olan cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini göstərin. Hərəkət necə hərəkətdir? Baxın, bu şəkildə aşağı doğru gedirsə. Hərəkət bərabər yavaşlayan hərəkətdir. Ona görə B variantı ola bilməz. O, bərabər sürətli hərəkətdir. Aha, x oxundan yuxarıda olduğuna və bərabər yavaşlayan olduğuna görə x oxundan aşağı və bərabər yeyinləşən. Birinci baxın, bu bərabər yeyinləşəndir. Bu ola bilməz. Aha, bərabər yeyinləşən ola bilməz. C bərabər yeyinləşəndə ola bilməz. Ya D-dir, ya Y-dir. Əgər x oxundan yuxarıdadırsa, demək müsbətdir. Yəni, x oxundan yuxarıda olduğuna görə cavab olacaq Y variantı. 88. V-nin T-dən asılılığını verib bizə və hərəkət bərabər yavaşlayandır. Baxırıq ki, x oxundan yuxarıda və bərabər yavaşlayan. Eyni şəkildə yuxarıdakı kimi hərəkət yavaşlayan hərəkətdir və x oxu istiqamətində, yəni yuxarıya doğru, x oxundan yuxarıda olduğuna görə C variantı olur. 89. İndi isə onun əksinə, x oxundan aşağıdadır. Onda necə olacaq? Bərabər yavaşlayan hərəkətdir, onu mütləq nəzərə alırıq. Ona görə də cavabımız olur D variantı. Sonuncu, 90. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Eyni şəkildə hərəkət necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Baxırıq. X oxundan aşağıda olduğuna görə hərəkət bərabər yeyinləşən. Ona görə də deməli C variantı ola bilməz. Bərabər yeyinləşən. Ona görə cavabımız olur D variantı. Bəli, bugünlük bu qədər. Bu günləri biz 60-dan 90-a qədər işlədik. Növbəti video dərsimizdə 90-dan 120-yə qədər işləyəcəyik. Yəni, hər videomuzda 30-30 bütün testlərimizi, test toplusunu bitirməyə çalışacağıq. Əgər siz də dərslərimizdən yararlanırsınızsa, dostlarınızla bölüşməyi və həmçinin də YouTube kanalımızı izləməyi unutmayın. Burada sizə yararlı bir çox videolar olacaq. Həmçinin Instagram səhifəmizdən də bizi izləyə bilərsiniz. Instagram səhifəmiz Nargiz_Fizika. Sağ olun, hələlik.